Hamıya salam. Salam. Bugün bizdə leksiyamız deməli sırığın fazalarda qırılma, istifadəyə getmənin fazaları var. Məsəl üçün çoxu elə fikirləşir ki, məsəl üçün istifadəyə bir də özünə söhbət etsən deyir ki, istədim elədim. Əslində istədim elədiyimlə söhbət deyil, onun hamısı bəhanədir. Heç kim narkoman kimi yekunda ölmək istəmir, hamı normal həyat yaşamaq istəyir. Sadəcə olaraq sən daxilində gedən hansısa bir prosesləri tuta bilmirsən deyənə, yavaş-yavaş aylıq görürsən ki, ya içmisən, ya narkotik istifadə eləmirsən, ya çəkmisən, yəni ümumiyyətcə və beləcə gedir. Bu, indi sizdə günün yekununda burada SS yazdırırlar. Simptom sırf. Qırılmanın simptomları çox vaxt, məsələn, indi eləsi var şablon yazır, eləsi var həqiqətən də araşdırır, özün görür ki, necədir və o simptomları yazır. Sonra da həftəlik yazırsan, yəni həftə ərzində hansı prosesdə olmusan. Bir də var profilaktik qrup, orada da belə bir şey var. İndi mən bir gün istəyirəm sizə bunun izahını verim. Məsəl üçün, mənim özümün bir ilə yaxın ayıqlığım var idi. Bunu elə baxırdım, araşdırdım, özümü analiz edim. Gördüm ki, mən 6-cı fazadayam. Çünki bunun fazaları var. 1-ci faza, 2-ci və belə. 11-ci fazada ya içkini içirsən, ya da bariqan qapısında bariqan gözləyirsən ki, qaqaş 5 məndə, 10 məndə, çıx qapıya. Bu 11-də getsən ora. Ona görə reabilitasiya daxilində bunların hamısını bilməlisiniz ki, çölə çıxandan sonra bu proses gedəndə yaddaş versin ki, aha, deməli məndə dəyişikliklər gedir. Deməli, mən yavaş-yavaş yazaram sizin üçün. Oxuyarsınız. Ümumiyyətcə, bu hardan yaranıb? Deməli, bir var 12 atdım. Çoxu, ay 12 atdım, Bilbob belə gəldi, reabilitasiya belə getdi. Yəni, bizim bildiyimiz 1935-də, 40-da, 50-də yaranan o proqramla reabilitasiyanın daxilində gedən, bu dəqiqə gedən qruplarda tamam başqa şeylərdir. Yəni, Billə Bob rukovodstvo Paşaqan yazmayıb. Yəni, bunu biləsiz də. Yəni, samanaliz yazmayıb, gündəlik düşüncə zat belə bir şeylə olmayıb. Sadəcə olaraq 98-ci ildən sonra başlayıb inkişaf eləməyə və ölkələrin bunun özünü yaradıblar İsraildə. Məsələn, İsraildə ən güclü nəticə verir. Reabilitasiya mərkəzlərini bitiriblər. Bir ildən sonra reabilitasiya mərkəzləri görür ki, bunların pasiyentləri təzədən qayıdır reabilitasiyaya. Yenidən gediblər istifadəyə. Və oturublar, araşdırıblar, analiz ediblər və həmin bu simptomları çıxardıblar ki, proses necə gedir. Yəni, insanlarda nə baş veribsə, onların hamısını yazıblar və 54 dənə SS-dir. SS-lər, simptomlar. Və o simptomların ümumi emosional insanın düşdüyü vəziyyət necə başlayır? Deməli, birinci başlayır daxili dəyişiklik. Daxili dəyişiklik. Bunu məsəl üçün, indi istifadəyə gedənlər olub da. Qaqam, sənin adın yadımdan çıxdı. Adın necə idi? Hə. Yox, sən. Hə. Emin. Mən bilən bir xeyli ayıq qalmısan sən. Ona görə sən nə qədər ayıq qalmısan? İstifadə, məsələn, sırf necədir? Qaqaş bayaqda da 19 dəfə o çıxıb mərkəzdən gedib qoyub. Elə olur da, yoxsa biraz dartmısan. Bax, bir sən necə olur proses? Adam var, normal ayıqlıq yığır, 3 il, 4 il. Mənim yanımda uşaq var, dostum bir yerdə mərkəz keçmişik. 3 il, 4 ilə yaxın ayıq qalıb, gedib istifadəyə. İtəzdən o istifadədən önce qaydanmır. Gedir mərkəzə 5 gün, 10 gün yalandan fırlanır, bir ay fırlanır, çıxır təzədən gedir qoyur. O tamam başqa şeydir. Amma bir də var ki, müəyyən sən ayıqlıq yaşayırsan, həyatının müəyyən hissələrini bərpa edirsən, yəni belə deyək, daxili sənin durumun düşür qaydasına bir balaca. Ondan sonra hansısa səhv addımlar atırsan və bu səhv addımların nəticəsində də getsən istifadəyə. İndi ona görə qaqaş Emin biraz ayıq qalıb, ona görə bəzi sualları deyəcəm. İndi siz də görürsünüz. Sən də birinci nə qədər qalmısan? Deməli belə, daxili dəyişiklik. Bax, məsəl üçün necə olurdu? Bax, mərkəzdə hər şey düşürdü qaydasına. Normal gördün, yaxşıdır. Çıxırsan çölə.
Necə olur daxili dəyişiklik? Təzə gələndə necə olsan, adam başlayır qıcığına, hər şey narahat edir adamı, başlayırsan hər bir şeyə görə əsəbləşməyə, reabilitasiya daxilində sakitləşirsən, çıxırsan mərkəzdən. Mərkəzdən çıxan kimi başlayır yenə səndə daxili proseslər getməyə. Stressin çoxalması, bir də emosional gərginlik. Bax, bu birinci fazadır. Çox vaxt bu fazada belə də, yəni hiss eləmirlər. Son keçirik ikinci faza. İkinci fazada inkar mexanizm başlayır. Elə bir ki, inkara qayıdış. Necə olurdu? Mərkəzin içində inkar edirdiniz ha. İnkara qayıdış. Bu özdə nədən hiss edirsən? O qrup fazada çöl qruplarına getmisiniz. Belə otururlar, hamıya lox bunlar tapıblar da, ağıllıdılar. Biz loxuq. Oturuşdan zatdan, qrupda zatda da tutursan. Reabilitasiyanın so inkar etsən, qayıdıb inkara. Daha adam var, söhbət etsin, deyir, mən qoş. Mənim üç kimyəvi maddə ilə, problemim kimyəvi maddə ilə idi. Soda mənim asıllığım yoxdur. Soda başlayır inkar edir, sadə inkar edir prosesi. So. Kimdə gedibsə bu proseslər desin. Gəlir 3. O SS yazıcısı mənə deyir, sağalmağıma əminəm, zat teması var. SS-də, mən sağalmağıma əminəm. Sonra bir dənə SS var. Mənim problemim narkotik. Yalnız narkotikdir. Nətər olur, türmə yatırsan, həyatında o boyda problemlər baş verir. Sonra desən ki, narkotik. O dəfə biri kim idi mənimdir ki? Biri normal mərkəz keçdi, 1-2 il ayıq qaldı, çıxdı çölə, iş zat tapıb özünə. Sonra mənə deyir ki, qoş, mənə deyir, allatmışsın, asıllıq zad yoxdur. Deyir, amma 40-a yaxın yaşın var, hanı arvad uşaq? Hələ də aliment ödəyirsən, alimenti də ödəyə bilmirsən, tuturlar səni. Hanı evin? Maşınlar hanı? Atadan, babadan qalmışdı da, mülkzad, ora-bura. Hanı bunlar? Cəmiyyətdə bir çağırırlar sənə bir xeyir şərə. Deyirlər, bir gəl qaqaş, normallə mal vuransan, gəl otur, başda səndən bir məsləhətləşək. Deməli, nə oldu? Bu sənin emosional vəziyyətin və cəmiyyətdə özünü düzgün aparmamağında destruktiv, dağıdıcı davranışlarındır. Narkotik prosta nöqtə olub. Asılıq gəlib, yanmışıq orada, toçka. Orada uğraşmışıq deyənə, çivan orada partlayıb, özün bir üzə verib. Deməli, başlayır həmin bu fazada hər şeydən qaçmağa, hər şeydən və hər kəsdən qaçmağa. O hansı simptom sırıqdır? SS hansıdır? Ay sağ ol. Ay sağ ol. Hər bir şeyi başlayırsan qorumağa. Qoruculuğun kodlanır, qoruculuq. Məsələn, deyirsən ki, bunu baxırsan da müşahidə edirsən ki, insanda görsən nə salamatçılıq döydə, deyirsən, bunu düzələmirsən, başlayır özün qorumağa, cürbəcür qoruculuq və bəhanələr uydurmağa. Hər bir hərəkətinə bəhanələr. Bu faza da, məsəl üçün, belə bir şey müşahidə edəndə, deyirsən ki, indi belə də, loru dildə bir-birimizə deyir, sıxoy sırıqdasan, konkret inkar edir. Hər dəfə də cürbəcür başlayıb bəhanələr gətir. Kimdə necə başlayıb fazalar? Məsəl üçün, 3 biraz yarkitdə, kimdə olub belə bir şey? Çıxmısan reabilitasiyadan, hər şey qaydasında, normal, abida yox, bir şey yox, mərkəzdə, çox və mərkəzi deyil, mən abidaya saldılar, evdən belə elədilər. Çıxmısan, normal şəkildə gedir, sənə başlayır daxilində bu proseslər getməyə. Olub belə bir şey, bax. Aha.
Hamıdan qaçırdım, hər şeydən qaçırdım. Burada bir Sümeyli ayrılıq oldu deyib güldülər, ona belə kesib qıralı deyəm. sən bu periodda dürüst insan özünə dürüst şəkildə baxamır. Sən elə bir hansısa bir şey də deyirlər, dürüst. Bilirsən ha, düzdür bu. Sən onu daxilən qəbul eləmirsən, özündə həmin o problemə dürüst şəkildə baxamırsan. Yəni sənin üçün çətinləşirsən, sən yəni daxilində elə bir dənə gücsüzlük başlayır ki, başqalarının yerinə narahat olmaq. Bax bu 3-cü fazada özün qalırsan qıraqda, başlayırsan başqasının yerinə narahat olmağa. Özünə görə məsələn bayaq dürüst şəkildə nələrsə etiraf eləmək əvəzinə hansısa bir səhv hərəkət və düz getmirsən, onu dürüst şəkildə eləmək əvəzinə, qəbullanmaq əvəzinə sən başlayırsan başqalarının yerinə narahat olmağa. Çox vaxt filan kəs istifadədədir, zat çıxıb çölə, özündə salamatçılıq da öyrə. Gedir başqa adamları axtarmağa ki, görə neynir? Narahat da ona görə. Kompulsiv davranışlar, impulsiv davranışlar, bir də ki, təkliyə çəkilməyə meyilli olurlar. Bax, bu həmin bu fazada. Kompulsiv davranışı necə başa düşürsün? Ha, necə başa? Aha. Bax, eyni bir şey təkrar edirsən. Bax, bir var impulsiv davranış, impulsiv düşünülməmiş hərəkətdir. Kompulsiv düşünülməmiş hərəkətin təkrarıdır. Davamlı şəkildə. Bax, bu insana fikirdən də gəlir, hərəkətlə də gəlir. İnsana ağrı verir. Fikirdən də sən, daxilən də ağrı verir. Hansısa, məsəl üçün də sənin hansısa bir tiaqa deyək, tiaqanın özündə sən kompulsiyada edirsən, ağrıyırsan. Hansısa bir sənin hal-hazırda lazım olmayan bir şey haqqında da düşünürsən, kompulsiyada. O da sənə başlayır emosional ağrı verməyə. Buna deyirlər kompulsiv davranış. Sonra 4. Krizisin artmağı. Artmağı. Burada bu prosesdə burada getdiyin addımlar, məsəl üçün hansısa bir hərəkətləri, məsəl üçün sən qrupdur, uşaqdır, addımdır, özünü inkişafla məşğul olmaq əvəzinə konkret buraxmısan da başın sağalmağına hər bir şey. 4-cü fazada başlayırsan bunları hiss eləməyə. Vetsizlik yaranır, apatiyalar gəlir, sıxıntılar gəlir. Hansısa bir planlar qurmuşdun da, məsəl üçün reabilitasiya prosesində çıxacam, ayıq qalacam, nə bilim, filan insanlarla görüşəcəm, özümə məqsədlər qoymuşam, hədəflər qoymuşam və onların hamısı başlayır dağılmağa. Və səndə nə olur? Özünə inamın azalır. Sonra gəlir 5. Buna deyirlər, immobilizasiya deyirlər. Bunu belə deyək də, sən izolyasiya deyək də buna, çəkilirsən. Bu prosesdə sən ki, izolyasiya çəkilirsən, yəni heç bir şey eləmək istəmirsən. Arada olur, məsələn, yığırsan ki, gəl mərkəzə, gəl qrupa, görürsünüz, evə çəkilirsən, bir dənə telefon, hələ istifadə eləməmsən, amma proses gedirsən. Telefon, girmişsən, özün, bir dənə izolyasiya olmuşsun da, çəkilmişsən öz dünyava, oradan da çıxamıyor. Çünki sənə bu 4-cü fazada başladaq, krizis artdıqca səndə özünə qiymət düşür aşağı. Başlayırsan başında xırda bir şeylər şişirtməyə və hər şeyi başlayırsan narahat eləməyə. Ona görə çəkilirsən izolyasiya. Varsa bir-iki dənə deyin, obratlı svaz. Ay sağ ol, sırıbdasan da sən də su qoy. Necə gedirsən daha Mika?
Elə gəlir ki, Allah yaratlar. Evdə olan biri. Bağlayıram, otururam. Bax, bu faza da insan arzupərəst olur. Xəyalpərəst olur. Məsələn, mən reabilitasiya prosesi, psixologiya biraz öyrənəndən sonra baxdım ki, əslində deyir, hamı xəyal, arzu dünyası, amma əslində onların hamısı alınmayan bir şeylərdir. Çünki sən nəyisə əldə eləmək istəyirsənsə, sənin birinci planın olmalıdır, hədəfin olmalıdır, bir də məqsədin olmalıdır. Bir də bunların ortasında bir-birinə keçmək üçün stimulların olmalıdır. Məsələn, idmanla məşğul olub hansısa bir bədən yığmaq istəyirsənsə, belə bir şey, ya hansısa bir elmi iş görürsən, daha nəsə bir dənə biznes planı var, nəsə qurmaq istəyirsən. O sahə haqqında nələrsə öyrənməlisən, maariflənməlisən, oxumalısan. Məsələn, plan qurursan ki, mən gündə 3 saat kitab oxuyacağam və məsələn, internetdə hansısa bir mövzu araşdıracağam, o sahənin insanları ilə oturub duracağam, onlardan məsləhət alacağam. Bu nədir? Planındır sənin. Bu planın arasında, məsələn, hədəfə, məqsədə çatmaq üçün səndə stimullar olmalıdır. Stimullar nədir? Məsələn, sən kitaba gördün, sənə stimul gəlməlidir. Ya idmanla məşğul olsansa, qantelə baxmalısan, sənə yəni stimul verməlidir ki, belə davam et. Amma səndə bu proses gedirsə, sən olsan xəyalpərəst. Xoşbəxt olmaq istəyirik əslində, hamı xoşbəxt olmaq istəyir, amma yollarını tapa bilmirik. Yollarını da necə tapa bilmirik? Yəni, özümüzün arzuladığımız xəyallarla. Sən əgər gün ərzində heç bir şey eləmirsənsə, izolyasiya deyək də, ora çəkilmisənsə, heç bir şəxsi inkişafın yoxdursa, sənin şəxsiyyətin dəyişmirsə, sən heç bir inkişaf eləyəməyəsən. Nəsə eləməlisən. Gəl oturaq bu dəqiqə hamını günahlandıraq. Deyir, burada hamımızı günah filan kəs belə elədi, o mənə belə baxdı, o birisi uçdu, belə getdi, nə bilim, filan yerdə nefti satdılar, bizə vermədilər, benzin qiyməti qalxdı, Obama, nə bilim, Trump, indi prezident kimdir Amerika? Hə, Trump, boşum, İrana, nə bilim, boşum 50 dənə tapaq da. Sənin özün nə eləmsən? Gün nə eləmsən özün üçün, sağalmaq üçün nə eləmsən o? Hə? Aha. Deməli, bir növrələr qoyursan. Məqsəd, məsələn, ola bilər ki, sənin məqsəd xırdadan başlayır da. Həyatda hər bir şey çətindən asanda doğru gedir. Ola bilər ki, bu dəqiqə sənin 3 ildən sonra özün üçün qoyduğun məqsəd indi sənə çətin gələ bilər. Amma o böyük məqsədə getmək üçün sən xırdadan başlamaq. Adi bir şey, vaxtında yatıb durmaq. Hə? O gün bir dənə şeydir. Deyir ki, yer yoxdur, deyir. Birinci deyir, əgər həyatını düzəltmək istəyirsənsə, ümumi həyatımızı dağıtmış adamlar olur. Yəni bizim kimi çempionlar yoxdur da, yəni olimpiya çempionu, yəni həyatını dağıtmaq və özünü allatmaq üzrə asıllardan böyük çempion olan məs. Biz həyatımızı qurmaq istəyir, birinci sən deyir hardan başla? Yataqdan. Pasteli yığ, şkafı sök, səliqəli yığ hər şey. Özə xırdadan başlayır. Amma bu davamlı olmalıdır, bu düşməlidir avtomata. Əgər sən öncə çəkilmisənsə izolyasiyaya. Burada bilirsən nədir? Sən elə bir dənə vəziyyətdə düşürsən ki, deyirsən mən öncə heç nə dəyişənmərəm. Bəs bizim həyatımızı səncə kim dəyişə bilər? Ha? Milli Qvardiya gəlib dəyişməlidir, yoxsa xüsusi təyinatlılar gəlib bizim həyatımızı dəyişə bilər ki, ürəyimiz istəyən həyatı yaşaya bilək. Ha? Ha? Hə, qaqa? Adı nədən başlayır? Bax, məsələn, ola bilər ki, biz xəyalpərəstlik, qaqaş, bir dənə diplomat gətirib bizə pul versinə, indi bir dəqiqə başlayır, gör, qaqan necə dəyişir həyatın. İnandırım sizə ki, 2 diplomat pulda versələr, onun birinci insana baş lazımdır, onun düzgün istiqamətlə. Bir dənə həmişə misal çəkirəm, opşi dünya üzrə jackpot partladanlar var ya, lotereya. Reskidə adamdır, zibil daşıyan olub, bir dənə lotereya 1 milyon partladıb, jackpot, nə bilim, biri ofisant olub restoranda, yəni riski pul düşüb. Onların axırı sən necə qutarıb hamısını? Çoxu ölüb. Yəni düzgün insanın əlində düzgün baş lazımdır birinci insanın ki, əlində.
Sənin əlbəttə küllü miqdarda pul düşdüsə, sənin əgər düzgün başın yoxdursa, sən qurucu yoxu özünü məhv edəsən. Çoxu ya özünü öldürüb samoubistva, ya bankrot olublar, ya təzədən bomj olublar, yəni küçədə yenə yaşayıblar, ya da elə bir şey düzgün olmayan insanların ətrafında olublar, görürlər normal pulu var, qəsd edib pullarını aparırlar. Birinci növbədə baş lazımdır da, yəni bu mexanizm düzgün qoyulmalıdır qaydasına. Burada sən elə bir dənə hiss gəlir ki, sən heç də dəyişənməyəsən. Çox vaxt yığırlar, dost, tanış, telefon da cavab vermirlər. 6. Burada qarışıqlıq baş verir. Bax, bu fazada. Həddindən artıq reaksiya verirsən hər şeyə. Artıq reaksiya. Reaksiya. Rusca başa düşən var? Hə? Var? Gəlsəm bunu deyim də. В этом период возникает трудности с ясным мышлением, недовольство собой и окружающим. Bu faza da özün və ətrafdakılarla abida yaranır və onlarla недовольство da elə bir narazılıq. Bizə xas olan şeylərdir. Yəni abida, narazılıq. Hamıdan narazı olur. Ay sağ ol. Bir də yasna da, yəni açıq şuurdan düşünə də bilmirsən. Ki, məsəl üçün, o adama deyirlər ki, qaqa, sən aydın olmur da, o düşüncələr ki, sənə deyirlər ki, bu şey soya, elə bir ki, beyin dumanlardır, heç bir şey sənə təsir göstərmir. Yəni, xırda cüzü bir şeylərə, yəni kəskin reaksiyalar versən. Xırda cüzü bir şeylər olur, hansı onlar. Evdə də məsəl üçün, biraz yeməyə gec verdilər. Aynən mama nəsə dedi, partlayırsan. Çünki proses zamanı fazaları yaşayanlar yaşlı insan. Əlbəttə ki, onun beyni olacaq, o qərarsızdır, qarışıqsızdır, düzgün qərar verməyə qazanır. İndi mən bunları elə bir şey keçirəm, etap edirəm. Axırda bunların korreksiyalarını da verəcəm. Onu bayaq, sən də düz yerə toxundun ki, xırda, indi orada mən axırda açılım. Aysa. Onların başında birinci daxil dəyişiklik. Burada məndə daxilən gedir. Mən heç vaxt bunu bölüşə bilməmişəm. Halbuki mən bunu ailəmə açıqlasam və ya məsəl üçün aspekt olduğundan sevənlərə açıqlasam. Bilirəm ki, onlar başa düşəcək, amma yenə də qorxmuşam, yenə də. Qürur, insan, bizim də qardinya var da, indi bir var qardinya, qardiyevis, belə də təkəbbürümüz imkan vermir. Məsəl üçün, mən özümdən dedim ki, məndə başladı proses, yəni qrup, uşaq, atdım, hər bir şey var ha. Gedirəm işə, gəlirəm, konsultantam, hər şey qaydasında bir ildir, neçənci ayımdır. Mən gördüm ki, məndə 6-cı fazadır. Mən araşdırdım, bir sənə nə çıxartdım ortaya? Sən demə, mən pul da alıca düşmüşəm. Ona görə. Nə olsun, gələm, hər şeydə karıs güdmüşəm deyənə, elə bir düşmüşəm dünya malının arxasıca, daxili sastaynamla məşğul olmamışam deyənə, məndə proses tərsinə başlayıb getdi. Ay sağ ol. Ondan sonra onun bunun korreksiyası da keçdim təzədən analiz ora-bura düzəldi. 7-də ki başlayır depressiya. Bax bu depressiya. Bəli, bəli. Ümumiyyətcə aslı adamlar bizim problemimiz nədir? Biz hər bir çətin situasiya da ağrı kəsicini bilirik də, nədir bizim ağrı kəsicimiz? Hə, asant yolunu bilirik. O birislərdir, özün həkimə gedir, nə bilim, gedir uzanır, psixoloqa qulaq asır, depressiya, uşaq vaxtı, nə bilim, mamam mənim üstümə qışqırdı, məktəbdə bullying gördü, nə bilim, oturur, danışır. Biz bunun asant yolunu bilirik. Hə, tak, problem həll olundu. Deyir, istifadə eləməmiş, cavan problemim var idi. Bir dənə istifadə elədimsə, bir dənə problemim oldu. Onun hamısını unutdum. Dayan tırnaq arası. Deməli, Rəşad, səndə gedər bunların hamısı. Sən normal gəlirdim, dəyirdim, gedirdim, gül kimi, həvəsli. Yoxsa insanda
qurmaq istəyirsən, yaratmaq istəyirsən, hörmət qazanmısan, hər şey gedir, görürsən proses. Bir də icazə nədəsə. İndi hələ də bir cüt də. 7. Депрессия. В этот период люди испытывают трудности с обычным распорядок dня. Adi vaxtında yatıb durmaq ucu çətinləşir. Depressiya var, belə bir şeydir. Sənin elə bir şey var, reabilitasiya sənin nələri öyrədib? Disiplin də necə düşür hafta özünə də ləzzət eləyir. Disiplinlə gedirsən, evdə birinci çatdığın hər şey qaydasına bir müddət gedir. Yəni bu proses gedəndən sonra sən çəkirsən depressiya. Adi gündəlik görülən bir şeylər sənə çətin gəlir. Vaxtında yatıb durma, vaxtını qidalanmaq, idman, qrupa, addım, şaq, hamısı yəni sadə gedib çinmək sənə üçün. Adi bir girib gigiyena ilə məşğul olmaq sənə üçün çətin gəlir. Deməli, depressiya является тяжелым и навязчивым, окружение замечает перемен человека. Depressiya və bu sənin həmin vəziyyətin vəsvəsə ilə başlayır. Sənin ətrafınla başlayır narahat olmaq, evin içi. Çox valideyn yığır, danışır, baxırsan ki, bilirsən də narkotik, test edirsən, görürsən eləmir. Amma valideyn görür ki, bunu bir də malı çatmır. Bu bütün gün vəsvəsədədir, depressiyadadır. Sonra gəlir 8. Utrata kontrol nad поведением. Davranışların üzərində kontrol itir. Kontrol itir. Kontrolu itirirsən, itir. Bunu necə başa düşürsünüz? Bir hərəkətləri analiz edəndə bilirsən. Düzgün yersən, qərar verirsən, yatma halında durursan. Bəli. Бах, в этой фазе человек ставит неспособным контролировать или реагировать свои поведения. Öz davranışları var, idarə edir. Məsələn, səbirli olduğun yerdə səbir göstərməlisən, təmkin göstərməlisən. Hardasa işindəsən, ola bilər müdiriyyət səni danlaya da bilər. Rəşad müəllim. Orada nə etməlisən? Səbir göstərməlisən. Kişidir. İndi ola bilər məsələn belə deyək. İndi üzr istəyirəm, sən olar sahəndə. Məsələn, sən aşpazsan, ola bilər hansısa yeməyi kuxna daxilində də səhv bişirə bilərsən. Bu sənin məhsulun. Ola bilər müdiriyyət gələr, səni danlaya da bilər. Amma birinci növbədə empati hissi qurmaq, o kişinin bəlkə 50 dənə işi var, mənim bir dənə yemək məhsulun. Görürsən bu, amma onun gör nə qədər məhsul. Orada necə sakit gəlib, bəlkə də sənə bir dənə söz deyir, ya bunu niyə belə elədin? Sən başlısı ona kəskin reaksiya vermə, səbirsiz göstərmə, dalaşqanlıq. Tamahkarlıq, nə bilim bəzi şeylər xodlanır ki. O yazanda yaxşı yazır. Bəli. Ümumiyyətcə xarakter qüsurlarını necə başa düşürsünüz? Xarakter qüsurlarını xarakter qüsuru ümumiyyətlə mən xarakter qüsuru biraz fərqlənir, amma bax, bizim hamımızın bazı xarakterlərimiz var. Bizi dəyişmək mümkün deyil, qardaş. Kim deyir, reabilitasiya adamı dəyişir, neyini? Yoxdur öyle bir şey. Mənim atadan, anadan, nəsildən keçən xarakterlər var. Bu dəyişilməsi bir şeydir. Sadəcə olaraq hadisələr üzərində reabilitasiya neyini? Süni hadisələr yaradır və orada süni hadisələrdə sənin qüsurunu göstərir, üzləşdirir sənin qüsuru. Deyir ki, qaqam, bu sənə ziyandır ya. Süni hadisələr üzrə. Sən neyini? Siqaretini kəsir, pasilesti yazdırır. Sənin başlayır şuur altını itirmə. Əgər söyüşkənsənsə, köhnə davranış modelin varsa, tiaqa meyllisənsə, öz başınasansa, məsələn, mən 5 ay reabilitasiya ancaq öz başınalıq yazmışam. Çox öz başınaydı. Mən onlara yazı, yəni dərk elədim ki, deməli bu öz başına. Mən öz başına, mənə deyirəm, sən öz başına, mən spor edirdim, mübahisə edirdim. Deyirəm, mən öz başına, mən azad insanam. Mən azadlıqla sənin öz başınalığı 40 yaşına kimi səhv bilmişəm. Bax, burada da belə bir şeydir. Sən davranışların üzərində kontrolu itirirsən, kimlə necə rəftar eləmək lazımdır, başlayırsan hamı ilə aqressiya. Sən əgər
məsələn, hansısa bir düşdüyün kollektivdə, bir cəmiyyətdə sən öz davranışların üzərində itirdiyin kontrolu sənin həyatının hər bir sahəsində başlayacaq problem yaranmağa. Hər bir sahəsində problem yaransa, istər-istəməz insanlara da qıcıq yaradıraq, ətrafdakılara da qıcıq yaradırsan. Acılayırsan, sarkazm eləyirsən. Çox vaxt var sarkazmliklər. Ancaq özü qalıb, öz davranışları, öz hissləri, daxildə gedən proses qalıb qırağı nə edir? Ancaq sarkazm edir. Ondan bundan. Başı ümumiyyətcə hamımıza məsələ. Negativ insanlardan uzaq olun. Negativ. Ay, sən necə? Mən bir var ki, həvəsli, yəni məqsəd yönlü adamlar var da, narahat olma, hər şey. Oturursan, bədbin. Ümidsiz insan. Biri var idi, yalnız. Ümidsiz. Heç nə də şey deyirlər də, fərsiz, nyudaçnik, nədir? Uğursuz da, uğur, yerindən durub hərəkət eləmək. Bir də onu bilsəniz, sözə baxmayın da, bir də bunu baxın hərəkətinə görün. Bu danışa bilər, oturaq bu dəqiqə 50 dənə mövzu haqqında danışaq, istəyək, nə bilim, hamını qiymətləndirək, hamıya qərəzli yanaşaq, amma özün nəsə, özün bir dənə çıx görək şəxsiyyət kimi nə uğur əldə eləmişsən. Uğursuz, nyudaşın. Ona görə çalışın elə adamlardan başı ümumiyyətcə uzaq olun. Bizdə deyir, gəldilər, deyirlər, qaş, 35 nəfər çıxdı, deyir, hamısı getdi, 3 nəfər ayıq qaldı, hamı düşdü şeyə, mandıraşa. Üçündən biri biz olaq. Belə şeydə həmişə irəli gedən, kürəyin yerə vuranlar yox, qaliblərin həmişə çalışın yanında olun. Utrata, sonra gəlir. Faza 9. Burada etiraf eləyirsən. Davranışlarının üzərində kontrol itirməyi etiraf edirsən. İtirməyi yazın, etiraf edirsən. O vəziyyətdə onu eləmək olur amma. Həcə soda, bax. Burada getmir, daxili dəyişiklik, inkar. Axırda sənin ki, həyatının sferaların hər bir sahəsində biri var ki, həmişə deyirəm, çox vaxt deyirəm. Elə bir qüsurlarımız var ki, biz özümüzdə görürük. Bizim elə bir qüsurlarımız var ki, ətrafdakılar görür. Elə qüsurlarımız da var ki, heç kim görmür. Amma burada proses elə gedir ki, sənin davranışı o qədər bayaq dedimə, sənin həyatının bütün sahələrində problemlər başlayır yaranmağa. Nə qədər ki, sənin üstüvöcü düşürlər, sən önce kapitülyasiya olursan. Deyirsən, soda, məndə budur. Deməli, признание утраты контроля. Deməli, отрицание результат и человек осознает настолько тяжело его проблемы и как неуправляемо стал жизнь. Это осознание очень болезненно. Sonra dərk eləyir. Sonra dərk eləyir ki, həqiqətən də bunda problem var. Birinci axı izolyasiyada çəkilmiş. Başlayır səndə ətrafla kəskin reaksiya, o qədər ki, insanlar sənin üstünə baskı eləyir, amma durub sən hərəkət eləmək yerinə nə edirsən, beləyəm də var. Bunda belə çıxır ki, birinci həmin insanın hərəkəti görmür. Beləcə gəlib diqqətinə çəkir. Bax, sonra özünə yazığı gəlmə, xodlanır. Görürsən, qüsurlardan bayaq söhbət elədik. Burada JKS, özünə yazığı gəlmə, мысли, kontrol, upotreblять. Burada sənin fikirlər gəlir. Ki, bəlkə mən kontrol... Hə? Ağrıyırsan? Gəlir, fazalardasan sən. Fazadır. Sən orada fikirlər gəlir ki, bəlkə mən alınar, qaqam bəlkə darta bilər, kontrol. Gör, neçə vaxt eləmirəm, bəlkə alındı. Sonra bir də sən necə olur? Saznательный ложь deyirlər. Yəni dərk eləyirlər, yalan danışırsan. Bilirsən ha, bu düzdür. Başdan özünü belə şeylərdə allatmağa. Полная потеря уверенности. Все özünə inam etdi. Çünki sən o etiraf edəndə, belə deyək, sağalmağın üçün etiraf eləmirsən. Ağrıysan, prosta ağrıdığı etiraf etsin ki, neyini var? Mən yetim belə. O illüziyanın biri var, hansı illüziyadır o?
Bir dənə illüziya var, məndə illüziya var, bir dənə də intellektual bu. Hə də intellektual. Bəhanələr də ona görə başlayır. Ücüb sonra məndə alınmayacaq. Məndə budur. O JKS ki xoddandı. Ümumiyyətcə özünə yazığı gəlmə bir gizlilikdə ən çox istifadə yaparam. Bir də özünə yazığı gəlmə xarakter qüsuru var ha. Əsas. Adam elə bir ki daxilən yeyir də o. Bəli. Adam var ki, yəni bu fazla da JKS-dən həzz alır, kayf tutur. Sağ ol özü, mahnı zad da qoyub içinə. Süz meyhanəci zad belə. Elə bir ki, seçimlərin sıxılması başlayır da. Bax, 10-cu faza seçimlərin sıxılması. Elə bir ki, sənin bir neçə seçimlərin olur, bir neçə. Burada уже düşürsən bədbinliyə. В этой фазе чувствует себя охвачен боль и неспособностью управлять жизнью. Все. Başlayırsan da ağrılar və həyatının idarə olunmazlığını dərk edirsən ki, mən həyatımı idarə edəməyəcəm, mən ağrıyıram. Seçimlər var da, məsələn, sən indi mən orada aşağıda sadalayacağam. Bu boyda sənin şansların içində sən heç bir şey görmürsən. Hamısı sıxılıb sənin üçün. Nə qədər seçimlər var, bunların heç birini görmürsən. Sonra не примет чувство боли, разочарования, чувство frustrasiya, frustrasiya başlayır da, yəni olmayan bir şey, negativləri özündə qurmağa başlayırsan. Xəyal qırıqlığı. Ay sağ ol. Özünü, bax bir var samanaliz, özünü analiz etmək, bir də var özünü təhlil etmək. Fərqi nədir? Özünü analizlə özünü təhlil etmək nədir? İnventarlaşdırmaq da, şəxsi inventarlaşdırmadır samanaliz. Bir də var özünü yemək. Məsəl üçün də, mən filan vaxtda filan şey niyə elədim? Gün ərzində ancaq başlayırsan özünü yeməyə. Gecələr olmur, uzanırsan, gecə bir də ayılırsan, çöldə quşlar cəhcəh vurur, sən hələ də qalmısan orada, beyni bir yiyirsən özünü. Durub hərəkət eləmək əvəzinə, durub hərəkət eləməlisin. Nə istəyir? Ay sağ ol, mən özümü təhlilmə varmışım. Ona görə təhlillə inventarlaşdırma analizi onu tutun da, bir var ki, paslarını bir dənə şeydə qalırsan, ancaq onun haqqında düşürsən, kompulsivdə, ancaq. Özünü təhlil eləyirsən, gözündən hiss edirəm. Çünki qoş, oldu keçdi, mərkəzi gəlib girdi, mən deyirəm, nə eləmsən, əcəb eləmsən, vəsə. Nə qısa da oldu keçdi. Nə eləmək lazımdır? Təzdən sən orada qal, mən falan şeyin mən elədim, bəs bir gün sən nəsə eləməlisən axı, hərəkətə yeri yığmalısan da, deməyə bayaq, həyatını qurmaq, dəyişmək istənsə, birinci yeri yığmaqdan başlayır. So, faza 11 şey bilirsiniz nədir? So, finita la komediya. Komediyanın sonu. İstifadəyə qayıdış. Dəyə qayıdış. İndi baxın. Burada bayaq dedik, sırıva gedənlərimiz də olub, bəziləri dedi, ayıqda qalmışıq, müəyyən müddət həyatlarımızı da özümün qarşısında gül kimi, maşallah, hər şey top kimi gedir. Mən fikirləşirdim ki, sən o gedişatla bir dənə normal obyekt açasın. Yəni normal gedirdin də, tənbəllik yox, tüfeylilik yox. Hər şeydə çoxdur, yəni işi də professionalsın. Tək görürsən, komandan da var da, yəni normal. Gördün? Bax, bu gedən proses var ha. Bunu məcbur elədilər, qaqa. Bir də görürsən, valideyn deyir, mənim uşağımı otusturdular. Allah, sən uşaq olsan, uşağın cəmatı otusturmasın. Olaya çox var.
Bizim Məhdanam deyir, mənim oğlumu deyir, yoldan çıxartdılar. Ha, sənin oğlun cəmaatı. Yəni istifadə vaxtında, hə? Onlar o fazalar yaranan təbii ki, səbəblər var. Normal insan Mənim əzizim, istəyir yer göy birləşə, yer göy birləşə. Bunlar yaradıbsa o səbəb deyil, də bəhanədir. Yer göy birləşə, sən istifadəyə getməməlisən. O olur da, o nədir səbəb deyəcəm də indi. Məsələn, sən burada kömək istəyə bilərsən. Bayaq burada deyir, seçimlərin sıxılması, sujeniya. Elə ki, sənin bax seçimlər var. Sən bu seçimləri eləmirsən, məsələn, deyirlər, indi şablon çıxır da, gəl qrupa, nə bilim, addım at, kömək istə, mərkəzə get, yaz, oxu, yəni hərəkət elə də, nəsə elə. Sən bunların heç birini eləmirsən, getsin istifadə. İndi bax, bunların korreksiyası nədir? Bax, məsələn, birinci növbədə, qardaş, əgər sizdə bax, bu prosesi gələcəyə inşallah bitirəsiniz, gedəsiniz. Bunların hamısı prosesləri analiz eləyəndə, indi məsələn, siz ki, SS-ləri yazırsınız, avtomatda bunları siz çöldə də, məsələn, çöldə də sama analiz yazarsınız, indi bəzi kim istəyir, şaq da yazır, qrupa da gedir. Yəni, orada tutanda bu proseslərin hansısa olduğu, indi mən bunu yazmışda olar silim. Hə. Amma bəlkə ola bilər ki, biz bunlardan istifadə belə eləyək də. Birinci növbədə özünü verməlisən təhlükəsiz ortama. İndi bax, mənim qaqam, sən hara verdin özünü? Ortub təhlükə çağılanların arasına. Sağalan insanların arasında. Bayaq sadaladım, daha şimdi mərkəz mənə getdi, bilbop belə, cəmaatı yığıblar ora, o açırlar TikTokda, yoxa çıxdılar. Bir parti çıxırlar, əllərinə telefon düşür, açırlar, pisləyirlər, axırda hay-huy, telefon da gedir lambarda, sözlər də yoxdur. Sürünənlər sinifi var, onları yoxdur, oyuq qalır. Canavar kimi sağlam, həyatını bərpa elə. Verməlisən onların böyünə. Təhlükəsiz ortam. Gedib onların yanında oturanda səndən narkotik, içki söhbət eləməyənlər, nə? Sən birinci analiz et. Mən çıxanda mərkəzdən baxdım. Bizdən də çıxırdı, gedirdim qrupa, nə olsun? Qrupda elə hamı sağaldı. Baxırdım, analiz edirdim. Görüm, bu danışıq nəsə mənə tanış gəlir. Bu danışıq. O qədər mən belə vaxtım, belə insanları sərf eləmişəm ki, Məşdağan kurilkasında, Surokda, çöldə, bayırda, padvalda, görəm yox, bu uduzanlardandır. Qardaş, sağ ol. Məndən uzaq, Allaha yaxın. 10 illərlə, 15 illərlə bir yerdə istifadə elədiyim insanlar var idi. Çıxdım telefonda elə belə yığdım ki, belə bir şey var, sağama. Bu danışır, mən adam başa düşməm. Mən özümü deyim ki, bu kimdə ola? Mən nətər bundan 10-15 il oturub durub, bir qabda yemişəm, hərəkət eləmişik bir yerdə. Sənin o qədər düşüncələrini dəyişməlidir, sənin o qədər həyata baxışın, o qədər motivlərini dəyişməlidir, məqsədlərin ki, sən analiz eləməlisən ki, bu kimdir? O verirsən sağlam müddət, təhlükəsiz ortama, 5 il, ümumiyyətcə 6 ay ayıqlığı olanlarla çalışmamalısan da, yəni bu sastəyinə də çalışmamalısan. Çünki 2-2-dir sənə istifadəyə getməyə. Bir dənə sən, bir dənə bir-birimizə tırqa verdik, sonra getdik. Amma daha ayıqlığı çox. Ola bilər ki, sənin bu yaşadığı bu adam var 10 ildir, 5 ildir, 6 ildir ayıqdır, bu prosesdədir. Başlayacaq sənə elə şeylər, elə açıqlama, elə həvəslər verəcək. Bəli, tutacaq və sənə düzgün abratlı siyazı verəcək. Bir var elm, bir var helim. Ola bilər mən burada danışıram, mənim dediklərim çatmaz. Məsələn, qurban gələr, mənim eyni deyəni çatacaq, onun helim var da, insanlarda belədir, elm, helim. Yəni, ola bilər ki, insan da onun dediyi sənə dəyişəcək düşüncələr. O qədər olub ki, bizdə elə. Danışmışıq, söhbət eləmişik, danışıb, bizi düzgün düşün. Ona görə, birinci növbə təhlükəsiz ortam. Məcbur, ayağımı belə tut kravatdan, bura, at yeri, get qrupa. Sağlanmanın içinə. Sən belə bir şey çıxa bilər ki, mən
yoldan çıxardarlar, nə bilim də, indi olur da sağalan, sağalmayan söhbətləri. Biz ola bilər, biz aslı adamlarıq. Biz ola bilər nəyisə başa düşməyək, bizim hissiyatımız güclüdür. Hiss eləyəsən sən. Narahat olma. Həmin prosesdə sən özünü sağlam mühitə versən, sən orada hiss et. Mən necə hiss elədim? Gördüm o danışır bu. Yox hala bunun bir getdi. Bundan mənə nə xeyir gələcək ki? Həyatımın yarısını həsr elədim də onun kimi danışanlara. Nə oldu ki? Nə əldə elədim? Ayıldım ki, ömrümün yarısı 2 mərtəbə kravatların altında keçib. Açana kim? Deməli, sistemная поддержка, qruppa, самопомощи, другие выздоровления, все. Yoxdur ayın cəmiyyət, qrup. Qruppa. Qrup özü də təhlükəsiz olsan. Bəli, sistematik, sistemli şəkildə kömək istəməklə, köməklik. Bax, məsələn, mənim bir dənə uşaq var da, normal ayıqlıq yığmışdı, özü köhnə ayinlərdən idi. Mənə bir konsultant çıxanda, bu 2-3 ayda sırığın işlədi, getdi. Çox bərbad gündə idi də qaqam. Həqiqətən də, indi ad çəkmirəm, həqiqətən də bərbad gündə idi. Bədən yara-xora, həyatında hər bir şey itirdi. Heç nə yox idi. Bir şey ki, bu adama heç bir dənə zəng eləməyə insan yox idi ki, kiməsə zəng eləsin. Onu elə bir ki, Rifət var ya qardaş, o köməkliyi gətirmişdi, hər bir şeyində eləyirdi də. Yəni. O adam çıxdı, həmin bu qruppa, samopomощи, qrup, xidmət, hər bir şeyində, yəni sıfırdan bir dənə bərpa elədi. Bu 3 il, 4 il ayıqlıq olar adam. Da 2-3 ay keçdi reabilitasiyanı. Hətta deyirəm, reabilitasiyaya ödəməyə pulu da yox idi. Dostları zadı yığılıb vermişlər. Orqanizm o qədər çökmüşdü ki, bədən bütün yara-xora içində idi. Həmin bu qrupla samopomощи, yəni sistematik olur da. Məsələn, Məşdağaya gedirdilər. Hara gedirdim, mən adamı gördüm. Özüm gedirdim, məsələn, Məşdağa spikerçi görürəm, bu da orada. Hansısa bir qrup açılışı olmurdu. Onda bir dənə, 2 dənə qrup vardı. Sonra başladı da sistematik qruplar çox açılmağa. Hamısında görürdüm. Slujeniyası, hərəkəti, sponsor, hər bir şey elədi. Yəni onun o dərəcədən qayıtmağı möcüzədir. Mən dedim, o çıxıb yenə qayıdar istifadəyə, öləcəkdi axırda. Çünki də ev yox, eşik yox. Yəni bir köməklik yox, heç bir şey yoxdur, sıfırdan. Bu dəqiqədə normal yerdə də işləyir. Qrupu, zadı hamısı indi hər şeyində bərpa edib. Həmin bu sistematik şəkildə köməklik. Ancaq bir-birinə abraba qrup, addım qrupları var. Ayın qruplar var, məsələn, telefonda, onlayn. Belə çöl qrupu. Həmişə, bax, gördün kimsə sağalmaq istəyir, kimsə yolun bilir, düşürsən onun arxasıca, ondan kömək istəyirsən, hərəkət edirsən. Öz durumu var, diqqət, bax, deməli, bax, внимание отношение к своему состоянию. Öz состояние deyək də, yəni vəziyyət və diqqət yetirməlisən hər bir şeyə. Bax, bayaq səndən dedim ha. Öz daxili vəziyyət və ciddi nəzarət etməlisən. Bax, bunu necədir? Bayaq sənlə söhbət elədik. Dedin, nədənsə başlayır da. Hə? Bax, tutaq ki, belə bir şey. Çox vaxtda, məsəl üçün, reabilitasiyada mənə saldılar, abida yazadda. Bu, ən çox sadalanan bir şeydir. Gəl, buradan başlayaq. Bir sən çıxdın, suda 6 ay, ayıqsan, təmizsən. Reabilitasiya sənə güclə narkotik eləmə. Necə, sən 6 ay ayıq saxladı, hə? Ya evdəkilərlə də deyək də, məsələn, nəsə söz verdilər, vəd verdilər, eləmədi. Sən çıxdın çölə. Sən burada öz daxili vəziyyətini araşdırırsan, kökün tapırsan. İtoq görürsən ki, sən ayıq qalmalısan da, bu bir mənalıdır. Amma səni narahat edən səbəb var. Neyini? Sənin daxili sastayın edəyədir. Daxili vəziyyəti dəyişir. Nə dəyişir? Məsəl üçün, ana. Ən asan yolu olmaz ki, anayla oturub 5 dəqiqə bir dənə çay içib söhbət edin. Araşdıraq hər şey nədir məsələ, narahat edin. Hə?
Amma sən nə edirsən? Məsəl üçün də, indi bax. Sən bu prosesləri keçməkdənsə, axırda gedib istifadə eləməkdənsə, ya öləsən, ya tutulasan, ya 5 dəqiqəlik prosesdir. Əgər sən daxilində gedən saat, ya belə götür, evlə bağlı problem. Məsələn, çıxırsan, evdə müəyyən vədlər veriblər, eləmirlər, ya səni, nə bilim, arada bir yığımsan ki, mənə test çıxardın, çıxartmayıblar. Bu da sənə pis təsir eləyib ki, mənə evdə gözləmirlər, bunlardır. Bu da yaradır da, hə, istərsən. Otursan bunu da açıqlama. O da valideynin də haqqı var da, nəsə danışmağa. Sən də ondan açıqlamasını almalısan axı. O sənin qarşında əgər o açıqlama verdisə, bir də o dəfə deyir ki, mənim anam çox danışır, belə eləyir. Deyirəm, yetimi narkoman anası eləmirsən, malın mülkünü dağıtmısan, belə götürək də. Mən sizin hər birimizin valideyninə qarşı elədiyimizi, mən eləsəm, o məni öldürərsiniz. Düzdür, yalan danışmaq, acılamaq, malın mülkünü dağıtmaq, hər bir şey eləmişik də, hə? Yazıq ana nə edir? Deyinir. Deyinəsin də, qardaş. Təsəvvür danışır, nakapleynə daxı yığılıb, adam danışır, onu da qoymuruq danışma. Söyle danışma, partla. Qoy danışsın da. Oturub bəlkə onu sağlam, səncə, ağıllı şəkildə, rahat. O da öz açıqlamalarını versin, ona da haqq qazandırmaq lazımdır. Məsələni həll edib, yəqin ki, sən bu dərəcəyə çatmayasan da. Ən pis variantı bu dərəcəyə çatmaqdır da, yerində həll edirsən. Amma sən buraxa getsən, İtok kökünü bilməsən nədən başladı. Başlanğıc nə idi? Bu. Proses gedir. Mənim həyatımın ötəsində reabilitasiyasında bu abidə falan ailə mərkəzi olub mənim. Amma mən çıxan kimi o üçün bir üzə verməyim. Mən çıxan sağlamlanmıyorum. Bir ay, 2 ay, 3 ay. Bəlkə də o olub, mənim əzizim. Bəlkə də sən oturub 5 dəqiqə söhbət. Bax, burada deyir axı, öz daxili vəziyyəti və ciddi nəzarət etmək, ciddi. Onu həll eləməmişəm, değil mi? Ay sağ onu işət eləməli. Eləməmişəm. Ay sağ ol, mən bilirəm. Amma məndə yəni ki, onunla baxdamayıb da. Onu bilənməsin axı. Səndə proses ola bilər ki, o olub. Bax, birini buraxsan, ikisini burax, üçün o karovkada necə olur? Dişin biri qırıldı, skorus. Karovkada skorus biri getdi, tank, apara getdi, qaldın yolda. Bu da elə bir şeydir də. Skoruslar da, sürət kutuları. Keçmədi. Birincidə, görsən nə deyir? Öz daxili vəziyyət və ciddi nəzarət etmək. Hər gün. Deməli, 4. Bax, məsələn. Belə gəlirik buna. 4. Səni daxili vəziyyətini qaydasına qoya bilən, bütün məlumatları öyrənməlisən. Məsəl üçün, nə dəyişə bilər? Məsələn, gördüm, mən bayaq elə belə əl üstü bir dənə abratlı svaz verdim. Yəni, sən daxili vəziyyəti ciddi şəkildə nəzarət etməlisən. Nəzarəti necə eləyək? Tələ qoyaq, Davranışlarına fikir verəsən, bax. özü verəsən, analiz verəsən, nə düşünürsən, özü görməyi bacarasan, məlumatlanmalısan. Sən elə bir ki, təsəvvür nəzəriyyəni məlumatlanmasan, məsələn, sənin daxilində müəyyən proseslər gedir. Sən onların yollarını öyrənməsən, sənin daxili vəziyyəti qaydasına nə qoya bilər? Onları araşdırıb çıxartmalısan da, bu şeyləri, nəzəriyyələri öyrənməlisən. Nəzəriyyə nədir? Proqram. Şah. Ay sağ ol da məlumatlanmalısan. Daha çox məlumatlanmalısan. Bu məndə bu saçları niyə məndə? Mən bu saçları necə çıxa bilərəm? Bunun yolları nədir? Kimdə bunu tapa bilərəm? Kimdən kömək istəyə bilərəm? Necə mən yol göstərə bilər? Hansı bir xırda bir şeylər var da, yəni məni narahat edən bir şeylər. Oradan mənə nə çıxa? Ola bilər indi səni narahat edir hansı xırda bir şey. 5 Şubat məsələn bayaq deyirsən ha. Sən bir dənə dəsti xətti yanaşsan, Allahın köməyi ilə çıxdın, getdin. Ola bilər o şeylər səni yenə narahat edib. Sən bir dənə dəsti xətt dəyişib, müəyyən ayıqlıq toparlayandan sonra, müdrikləşəndən sonra sən keçmişdəkinə güləsən.
Deyəsən, o gülmə, nə narahat edir da. Çünki nəyə görə? Sən onun nəzəriyyəsini öyrəndin, daxili vəziyyətə daha da ciddi yanaşdın və bu ciddi yanaşmaya sənə kömək eləyən nəzəriyyələr, yollarını öyrəndin axı. İndi bax. Прямой обратный связан verir səni. Знание своих больных точек и работа с ними. Səni narahat eləyən ağrıdan nöqtələr var da, haradır? Hərədə bir nöqtədir. Adam var ki, bilsən nədir? Mənə söz verirlər, maşın almadılar. Mən getdim istifadə. Görürsən? Nə mənə dedilər, evləndirəcəksən, obyekt var idi, obyekti mənə vermədilər arendasını. Görürsən onu narahat eləyən nöqtə haradır, toçka haradır? Sən de burada tam o nöqtələri tapıb və onlarla necə işləmək lazımdır. Bax, mən sənə elə bir abrat svaz verdim, adi bir şeydir, necə işləyim? Şurada oturdun, söhbət elədin. Bəlkə sən onunla söhbət eləyir, o sənə açıqlamalar verəcək, sənin qəlbin rahatlanacaq, sən onu başa düşəsən. Empatiya hissi xodlanacaq. İnsanda da empatiya hissi xodlananda, özün başqasının yerinə qoyanda, onun nə çəkdiyini və başa düşür. Sonra, Faymiron adaptasiya. Aycan? Amma səbirlə də, sən necə? Birinci geri qulaq asasan. Sən elə dıdığın, otursan birinci növbədə insana otursan, diqqətdən qulaq asasan. O danışsın. Danışandan sonra sən o ümumi danışmır. Məsələn, bir yarım saat danışdı. Sənin beynində səni narahat eləyən, bir də ki, indi onu empatiyansı, başlayırsan ona obratlı svaz verməyə ki, bax bu şeyləri sən düz eləmədin. Bunu niyə belə elədin? O da sənə onu da açıqlamasını verəcək. Və beləcə sonra insanın empatiyasını xodlayırsan, başa düşürsən, qəbulunu buraxırsan. Buyur. Развитие личный рост, углубление личности изменений. Şəxsi inkişaf birinci növbədə. İnsanın şəxsiyyəti yaxşıya doğru dəyişməlidir və sənin şəxsiyyətin necə dəyişməlidirsə, onları da öyrənməlisən. O yollarda bilməlisən ki, mən necə dəyişə bilərəm. Yəni, buradakı kimi. Daxili vəziyyəti ciddi nəzarət o ciddi nəzarət edirsən. Həmin o ciddini hansı yollarla mən düzüm qoşum qoyum qaydasına, burada da şəxsiyyəti necə dəyişməlisənsə və onun da yollarını öyrənsin, inkişaf edirsən, şəxsi inkişaf edirsən. Bunlara başımızı qatsaq, istifadəyə getməliyik də, yəqin ki. Düzdür? Şəxsi inkişaf. İnsan ümumiyyətlə... Bəli. Bəli. Düzdür, elə də. Mən məsələn bəyənmirəm ki, adam oturub qrupda deyir 5 illə 6 illə ayıqam, ağzında bir dənə dişi yoxdur. Ayıqlıq inkişafdır. Məsələn, ayıqam, təmizəm nə deməkdir? İnkişaf eləməlidir. İnsan, yəni, elə bir ki, 3 il bundan qabaq, 5 il bundan qabaqdakı anarda fərq olmalıdır. Yəni, irəli getməlidir, dala getməməlidir. Dala niyə addımlıysan? Sən dala addımlıysansa, irəli getməlisən. Düşüncələrdə hərəkətlərini dəyişir. Hə? Düşüncələri dəyişir. Bəli. Hərəkətlərini dəyişir. Deyir, şəxsi inkişaf. Şəxsi inkişaf necə olur? Dağa qaçmaqla, meşədə odun yarmaqla. Nə ilə olur şəxsi? Kitab, elmlə. Bəli, bəli. Beyin elə bir ki, məsələn, insanı idarə nə edir? Beyin, gözlə gördüyün, qulaqla eşitdiyin informasiya başlayır sənin beynin içində fikirlərə, düşüncələr yaratmağa. Həmin o fikirlər də düşüncələr səni hərəkətə keçirir. Məsələn, sən otursan narkotik söhbət eləyənlərin ortasında, onlar nə söhbət eləyəcək, istər-istəməz sənin qulağın onu eşidəcək, gözündə görəcək, hə? Onların verdiyi o həmin o informasiya dolacaq sənin başına, sən də onlar kimi hərəkət eləyəsən. O
Yəni tez-tez deyilən bir şey var. 5 dənə biznes iş adamının yanında otursan, 6-cısı sən olasan. 5 dənə dindarın yanında otursan, 6-cısı sən olasan. 5 dənə də narkoman, oğrunun yanında ol, 6-cısı sən olasan. Belədir. Oysa sağlam ortama, indi ortam var, bir var ki, oturub ancaq müşahidə edib qulaq asırız. Sən də onlar kimi nədən başladınız, neynədiniz, nətər oldu gəldiniz bu dərəcə. Sənin yollarını göstərirlər, sən də onları xırda-xırda təkrarlayırsan. Kitab oxumaq vaxtında yatırma, idmandır və qabağa qoyduğun məqsəd tənbəllik eləmirsən. Birinci növbədə plan olmalıdır. Hər bir şeyi planlamalısan. Məsələn necə? İndi sən məsələn ustasan da, özü yaxşı da sahədə çalışırsan. Sən birinci növbədə plan qurmalısan ki, bax çıxandan sonra işlə adam var oturub bu dəqiqə bilmir çıxıb nə iş görəcək. Bu sənin üstünlüyündür. Ki bax, deməli sənin sənətin var. Nə olsun narkomançılıq. Məsələn adam var, narkomançı övladı var, evi var. Adam var narkomançılıq elib, maşını da var, cəhənnəm. Qalıb indi ata alıb dəmir dömürünü satmır. Bax, kumulyator heç nə satmır, amma pis yaxşı var. Bu sənin nəyindir? Bu sənin hardasa üstünlüyündür. Hansı bir məqsəd və tez çatmağındır. Amma sənin planın olmasa, sən gərək plan tərtib et. Məsələn necə? Sən çıxdın indi öz sahəndə, birinci növbədə plan olmalı. Mən gedib reabilitasiyada gedib xidmət göstərdim, yoxsa gedim plafaktoriyada istidə yağın altında işləyim. Baxırsan özünü analiz etsən. Yox, hələ ki mənə bu lazım. Olar bir müddətdən sonra, bir aydan sonra. Amma o da 2 saat. Məsələn bizdə uşaq var idi, güclü mebel, mərmər zat ustası. Dedi, Allah mən çıxdım, belə eləyəcəm, elə eləyəcəm. Çıxdı 1 həftə. Dedi, mənim orqanizm dözmədi. Çıxdı təzədən gəldi, başladı reabilitasiyada xidmət göstərdim. Çünki mən deyir dözmədim də. Yəni orqanizm mən narkotikin təsiri altında nəyəsə elədiyim şeylər vardı. İndi ayıq bədənə mən o işləri hələ ki görəmirəm. Çünki bədənin özü də yəni bərpa prosesi var, orqanizm var. Ona görə sən məsələn özünü salsan yükün altına, yenə ayılasan ki, pis gündəsən. Ay, görsən. Ona görə yəni planın olmalıdır. Sağlam insanların ətrafında ol, qərəzi, inkarı söndür və başla onları qulaq asmağa. Uğurlu insanların ətrafında ol. Mən məsələn demirəm, işləməz, yox. Niyə işləməlisən? Pul qazanmalısan. İşi döyürsən. Amma gücünün raşotuna. Məsələn, mənim yanımda uşaq var idi. 6-cı mı, 7-ci ay idi, 7-ci ay belə. Deyir ki, mən işləyirəm, elə bir ki, vəziyyətlər çox pis idi də. Dedim, müdürümün nömrəsini ver. Vaxtı ki, narkomançılıqdan qabaq adam işləyib, sonra narkotika qurşanıb, iş zad əldən çıxıb, tutulub, başına mində oyun gəlib reabilitasiyaya, müdür bunun xəttini istəyir. Yığdım müdürlə danışıb, gördüm müdür normal adamdır, bunu dolandıracaq da, hər şey qaydasında. Dedim, amma çox özünü yükləmə. Gördün, yorulursan, qaqa, yükləmə özünü, naqurskaya vermə. İndiyə kimi 4-cü ilə yaxında ayıqdır, həmin işində də işləyir. Bu dəqiqə pat sponsorlar var, 5-ci mi, 6-cı addımı yazılmış. Mən ona məsələn orada düzgün individual obratlı sifası verdim, onun özünə uyğun. Çünki mən araşdırdım, gördüm ki, bunu işləməyə daha buna xeyirdir, ziyan gətirməz. Yəni sən şablon işləməyib, bütün gün qrupda olun, uşaq yazın, elə şey olar. Sən, yəni həyatın hər bir sahəsi belə finans deyək də, sənin büdcə də, hə? Finans büdcən də, hə? Maddiyyat da inkişaf eləməlidir də. Sən haçana kimi evdəkilərdən 1 manat, 2 manat alasan. Maddiyyat, amma özünü, biz sənəcə kişi xeylər, biz polibomu, yəni nə olur olsun, özümüzü dolandıracaq, 1-2 saat bir işlə məşğul dolandıra biləcəyik. Hə? Cavansan da çolaq şikəst döyürsən, gedib etsimdən araba daşısan, 5-10 manatı qazanıb sigareti də alıb gedir. Amma bir var ki, sən girirsən işin içinə, sən öz gücünü, raşotunu götürənmirsən, başlayırsan naqruskada, ayılırsan ki, sənin hər şey yadından çıxıb, su. Ondan sənə başlayacaq daxilində bu proseslər də gedir. Amma görə bu prosesləri unutmadan, sən emosional vəziyyətini də qaydasına qoymalısan, sən də ağrılar, daxilən ağrımayasan. Burada necə olur çox vaxt? Pitli koreksiya. Burada da çox vaxt necə olur? Bu proses necə olur? Bu proses gedir adamda. Adam elə bilir ki, bunun problemi qızla bu görüşsə yaxşı olacaq. Hə? Bir dənə qız tapım. Aysa, ağrı kəsici axtarır. Hələ narkotik eləmir axı. İstəmir axı eləsin. Qorxu, biraz sürkü, biraz dəyərli zat, mərkəzi bir balaca tıqqılı oyanıb axı. Eləmək istəmir. Bu proseslər gedir bunda. Məsələn, mən dedim, bu korreksiya eləməyə, təhlükəsiz ortama verməyə əvəzinə adam verir özünü otelə.
TikToka. Kükülərin böyrünə. Çək. Hə. Sistemli şəkildə köməkli istəmək əvəzinə. Yəni, amma söyə bir dənə hay-huy, sonra mən tikki-birikki, söyə nə danışdım, mən düzələcəm. Sonra tapdı, sirrini tapdı. Ayıqlığın sirrini tapdı. Orada da nə baş verir? Sən bax, burada verməlisən özü ortama, sağalma, hərəkət eləmək əvəzinə qızla bütün gün yazışırsan. Nə yedin, nə içdin? Mən günorta bunu yedim, sən nə yedin? Ayaq yoluna neçə dəfə getdin? WhatsApp-a girdin, niyə mənə yazmadın? Online oldun, sən online. Qırğınlar düşür mələkə, hə? Amma sən gör nə boyda var, özü necə vranut eləməlisən də, qoymalısan qaydasına, özü bu fazadan çıxardıb qaytarmalısan düzgün istiqamətə. Sən başlayırsan xoşbəxtliyi harda? Ezoda axtarmağa. Ezo. Sonunda nə ilə nəticələnir? İşte şapatap. Hə, bağlayın, sağ olun.